Şah sağ olsun. Osmanlı Sultanı artıq Ərzəbicana yaxınlaşır. Təhlükə yaxındadır. Öz elçilərini üstümüzə yollayır. Deyə ya şah təslim olmalıdır, ya da milli ləşkərin qanı Yeniçər qılıncından keçməlidir. Elə bircə o qalmışdı ki, atasının taxtını ələ keçirən nankör bir övlad mənim və cümlə Azərbaycanın taxtına sahib olsun. Yaz Cəlalzadə. Bura Ərdəbildir, qədim Azərbaycan şəhəri. Ərdəbilə gələn hər bir Azərbaycanlının Şah İsmayıl Xətainin qəbrini, Şeyx Səfiyyəddin türbəsini görmədən getməsi yəqin ki, günah olar. Xətai haqqında tarix kitablarından oxumuşuq. Azərbaycanlının onu sevməsi üçün böyük səbəbləri var. O, Cənubi və Şimali Azərbaycanın bir olduğu dövlətin yaradıcısı, Azərbaycan türkçəsinə ilk dəfə rəsmi status verən dövlət xadimidir. O, həm də klassik Azərbaycan şairidir. Şah İsmayılın məzarı Ərdəbildədir. O, böyük siyasətə ilk addımlarını böyüyüb başa çatdığı bu şəhərdə atıb. Öldükdən sonra nəşi paytaxt Təbrizdən əcdadlarının bastırıldığı Ərdəbilə gətirilib. Şah İsmayılın qəbri üzəri fil dişləri ilə bəzədilmiş böyük bir sandıqla əhatə olunub. Qəbrin yanında divara Səfəvilər dövlətinin gerbi, əl şəkli cızılıb. Şah İsmayılı bizim mənəvi kumirimizə çevirən səbəblərdən biri də onun bizim və hazırda İran dövləti daxilində yaşayan Azərbaycanlıların danışdığı Azərbaycan türkçəsini dövlət dili elan etməsidir. Onun Xətai təxəllüsü ilə yazdığı şeirlərin millətin dilinin bugünə kimi qorunub saxlanmasında böyük rol olub. Dövlət xadiminin Xətai təxəllüsü ilə yazması ilə bağlı isə müxtəlif versiyalar mövcuddur. Şah İsmayılın əlyazmaları hazırda Sankt-Peterburqdakı İmperator İctimai Kitabxanasının əlyazma fondunda saxlanılır. Ərdəbili ələ keçirən Rus qoşunları 1828-ci ildə oranı tərk edərkən Şeyx Səfi məqbərəsindəki zəngin kitabxananı da özləri ilə qənimət olaraq aparıblar. Şeyx Səfiyyəddin kompleksində Şah İsmayılın qəbri Şeyx Səfiyyəddin günbəzi ilə Hərəmi günbəzi arasında yerləşdirilib. Sufizm ideologiyasının banisi olan Şeyx Səfiyyəddin zamanında Ərdəbildə xüsusi nüfuza sahib olub. Kompleksi ümumilikdə Ərdəbilin simvolu hesab etmək olar. Bütün dünyadan bura gələn turistlər kompleksə xüsusi maraq göstərirlər. Türbənin giriş salonundakı divarlar Şah İsmayıl Xətainin oğlu Şah Təhmasibin dövründə qızıl tozu ilə bəzədilib.